Belə bir sual vermək istəyirəm. Sizcə insanları bir-biri ilə nə yaxınlaşdırır, nəyə görə münasibət qururlar? Ola bilsin, deyəcəksiniz ki, xarakterləri, xarakter xüsusiyyətlərinin uyğunluğu. Ancaq mən deyərdim ki, dəyərləri yaxınlaşdırır. Çünki ortaq nöqtələri, yəni dəyərləri oxşar olmayan insanlar bir yerdə qala bilməz. Məsələn, əgər mənim dəyərim ən üst səviyyəsində dürüstlük gəlirsə, başqası üçün bu o qədər də önəmli deyilsə, təbii ki, biz münasibətlərdə razılaşmayacağıq. Yəni, başqası üçün ola bilər ki, maddi dəyər ən üstündür. Yəni, o ona yönələcək, o fokusunu daha çox ona verəcək.